İsti havalarda dondurma həm böyüklər, həm də uşaqlar üçün ən sevimli seçimdir. Ancaq bu soyuq və ləzzətli məhsul zərərləri ilə də məşhurdur. Təbii ki, düzgün şəkildə saxlamadıqda və həddindən çox yedikdə bu baş verir. Bəs insanlar dondurma alarkən nələrə diqqət edir? Dondurma alarkən nəyə diqqət edirsiniz? Əsasən son istifadə müddətinə baxıram, görürəm ki, nə vaxt bitib, ona görə əsasən aldım. Ən çox dadına. Dondurma alarkən diqqət eləyirəm, köhnədən qalma olmasın da. Dadına onsuz da baxanda bilmək olur ki, onun südü köhnədir, yəni yağdadır falan vermir. Daha çox keyfiyyətinə baxıram təbii ki. Amma indi uşaqlar bəzən olur, sevdiklərini alırlar. Bəzən üstünü oxuyuram. O keyfiyyət olaraq ən azından zərərli şeylər çox yoxdursa, ona diqqət edirəm. Dondurma alarkən son istifadə müddətinə baxırsınız yoxsa? Baxmıram, yəni çox vaxt yadımdan çıxır. Yəni ətrafımda da olubdu. Yəni ötən ildən qalan marojnan yeyib zəhərlənmişdilər bir həftədən sonra. Dondurma düzgün şəraitdə saxlanmadıqda sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər bir sıra vacib məqamlara diqqət yetirməyi tövsiyə edir. Təbii ki, ilk növbədə etiket məlumatları ilə tanış olmalıdır. Etiket məlumatlarının üzərində bir sıra informasiyalar yazılır, amma xüsusilə istehsal tarixi, yararlılıq müddəti və yağ tərkibinə diqqət etməlidir. Ümumiyyətlə etiket məlumatlarından başqa, əgər dondurma açıq hava şəraitində satılırsa, yəni silindrik qablarda, giliz qablarda satılırsa, bu zaman istehlakçı satış həyata keçirilən yerin, obyektin təmizliyinə fikir verməlidir. Yəni burada sanitar gigiyenik qaydalar gözlənilirmi və ya dondurma satışı ilə məşğul olan şəxs şəxsi gigiyena qaydalarına əməl edirmi və təbii ki, dondurucunun, yəni dondurmanın satıldığı şərait, temperatur rejiminə burada riayət olunurmu? Bəli, aydın məsələdir ki, dondurmalar birmənalı olaraq soyuducunun içərisində saxlanılır, amma birbaşa günəş şüalarının təsirinə məruz qalmamalıdır. Ona görə soyuducunun üzəri xüsusi örtücü vasitəsilə örtülməlidir. Mütəxəssislər deyir ki, dondurma olan soyuducularda ət və süd məhsullarının da saxlanması yol verilməzdir. Soyuducunun temperaturunun yüksək olması dondurmanın buzlaşmasına və tərkibinin dəyişməsinə səbəb olur. Dondurmanın quruluşu tam bütöv olmalıdır. Quruluşunda hər hansı bir deformasiya halı müşahidə olunarsa və ya dondurmanı yeyən zaman içərisində buz kristalları əgər hiss olunursa, bu deməkdir ki, burada soyuq qida zənciri pozulub. Yəni, ola bilər ki, bu cür dondurma bir dəfə donu açılıb və təkrar dondurulub. Ona görə quruluşunda artıq fərq yaranıb və içərisində buz kristalları əmələ gəlib. Və bu cür dondurmalar hətta yararlılıq müddəti bitməsə də belə yenə də istehlak edilməsi tövsiyə olunmur. Çünki artıq orada temperatur dəyişikliyi baş verdiyi üçün mikroorqanizmlər, deməli orada mikrobioloji dəyişikliklər baş verib və bakteriyalar inkişaf edib tərkibində və təbii ki, bu cür dondurmalar birbaşa qida zəhərlənməsinə səbəb olmasa da müəyyən xəstəliklərə yol aça bilər. Məsələn, bağırsaq çöpü ilə yoluxma hallarına səbəb ola bilər. İsti yay günlərində sağlamlığınızı təhlükəyə atmamaq üçün bu məqamlara diqqət etmək lazımdır. Yalnız etibarlı, şəffaf şəkildə saxlanılan və istehsal tələblərinə cavab verən məhsulları seçin. Ruhiyyə Balakişiyeva, Azər Nağıyev.